Salam, uşaqlar. Trigonometrik funksiyaların cəmi və fərqinin hasilə çevrilməsi və yaxud hasildən cəmə çevirmə düsturlarına baxacağıq. Sual 1. Başlayaq, bismillah. 2 dənə sinus uşaqlar alfa üstə gəlinsin betadan danışacağıq. Sinus 5 alfa üstə gəlinsin sinus 3 alfa. O da bərabər eləyəcək. 2 dənə sinus alfa üstə gəlinsin betanın açılış düsturu. Gəlin mən sizə belə bir söz deyim də. Bax, mən bu düsturlardan istifadə eləyəcəyəm. Sinus alfa üstə gəlinsin sinus betanın açılışı. Elə bərabərdə 2 dənə sinus alfa üstə gəlinsin beta bölünsün 2 vurulsun kosinus alfa minus beta bölü 2. Və yaxud sinus alfa minus beta bölünsün 2-də uşaqlar. Burada minus olacaq, burada plus olacaq. Misalı 2 dəfə yazmıram. Və yaxud kosinus alfa üstə gəlinsin kosinus betanın açılışı. 2 dənə kosinus alfa üstə gəlinsin beta bölü 2 vurulsun kosinus alfa minus beta bölü 2. Və yaxud kosinus alfa çıxılsın kosinus beta uşaqlar. Mənfi 2 dənə sinus alfa plus beta bölünsün 2 vurulsun sinus alfa minus beta bölünsün 2. Tangens alfa üstə gəlinsin tangens betadan səhv eləmirəmsə sual yoxdur. Amma bunlardan sual var. Sinus alfa vurulsun sinus betadan. O da bərabər eləyəcək 2-də 1 kosinus alfa minus beta. Çıxılsın sinusun özündə burada minus idi. Burada alfa plus beta. Daha sonra kosinus alfa vurulsun kosinus beta'nın açılışı var. O da bərabərdir 2-də 1 kosinus alfa minus beta özündə plusu idi. Bu da kosinus alfa plus beta eləyəcək. Mənə bu düsturlar lazımdır. Sinus alfa vurulsun, qoy kosinus beta'nı da yazım mən hər ehtimala. Bu 2-də 1 sinuslarla olan düsturdur. Üstə gəlinsin sinus alfa minus beta. Baxın, mənə bunlar lazımdır. Bunlardan danışacağım. Deməli, birinci sinus alfa üstə gəlinsin betanın açılışıdır. 2 dənə sinus alfa üstə gəl beta bölü 2. Baxın, yazmışam. 5 alfanın üstünə 3 alfa gələrəm. Eləyər 4 alfa. 2-yə bölərəm. 5 alfanın üstünə 3 alfa, 8 alfa. 2-yə bölərəm 4 alfa. Vurulsun kosinus. 5 alfadan 3 alfanı çıxaram 2 alfa. 2-yə bölərəm alfa eləyəcək. Belə bir cavab lazımdır bizə. 2 dənə sinus 4 alfa, kosinus alfa variantı. Y variantı. Və yaxud sinus alfa minus betanın açılış düsturuna fikir versəz, burada 2 dənə üstündə yazaq. Sinus 5 alfadan 3 alfanı çıxaram 2 alfa. 2-yə bölüb alfa yazaram. Kosinus 5 alfanın üstünə 3 alfa gələrəm 4 alfa. 8 alfa 2-yə bölüb 4 alfa yazaram. Bu belə. İndi gələk növbəti suala. Növbəti sual, mən 4 nömrəli sualı yazıram. 2-də 1 kosinus alfa çıxılsın kosinus betanın düsturunu tətbiq edirəm. Düsturun özündə necə idi? Mənfi 2-ni yazırdıq. 2 dənə sinus alfa üstə gəlinsin beta bölü 2. Alfanın üstündən 5 alfa gələrəm. 6 alfa 2-yə bölüb 3 alfa yazaram. Vurulsun sinus alfadan 5 alfanı çıxaram. Mənfi 4 alfa. 2-yə bölüb mənfi 2 alfa yazaram. Düz yazdım mı? Bəli. Mənfi 2 alfa qarşıdakı mənfi ilə müsbət eləyər. Bunlar gedəcək. Cavab qalacaq sinus 3 alfa, sinus 2 alfa şəklində. Hansı variantdırsa o? Sinus 3 alfa, sinus 2 alfa. A variantı. Və yaxud 5 nömrəli suala baxaq. 2 dənə kosinus 73 dərəcə ilə işim yoxdur. Kosinus 47 dərəcə ilə də işim yoxdur. Kosinus 13 dərəcə ilə də işim yoxdur uşaqlar. Kosinus alfa üstə gəlinsin, kosinus betadan bunu tətbiq eləyərəm. Bu 2 ilə işim yoxdur. Vurulsun. Kosinus alfa üstə gəl beta 2 dənə kosinus 73-ün üstünə 47, 122-yə bölərəm 60 dərəcə. Kosinus 73-dən 47 çıxaram 26, 2-yə bölərəm 13 dərəcə olacaq. Çıxılsın kosinus 13 dərəcə. O da bərabərdir. Kosinus 60 dərəcənin ədədi qiyməti 2-də 1-dir. Bunlar gedər. Kosinus 13-lər də gedər. Cavab qalacaq 2 vurulsun 0. Bu da eləyəcək 0. 6 nömrəli sualı siz yazarsınız. 7 nömrəli sual kosinus 20 dərəcə, çıxılsın kosinus 40 dərəcə, çıxılsın sinus 10 dərəcədən danışır. O da bərabərdir. Bu ikisinə kosinus alfa minus betadan baxsam mənfi 2 dənə. Sinus 20 üstə gəl 40, 60 bölüb 2-yə 30 yazaram. Vurulsun sinus 20-dən 40 çıxaram mənfi 20. 2-yə bölərəm mənfi 10. Qarşıdakı mənfiyə görə müsbət 10 yazaram. Bu da sinus 10 dərəcə deməkdir. Sinus 30 dərəcənin ədədi qiyməti 2-də 1-dir. Bu 2 ilə gedəcək. Sinus 10-dan da sinus 10-u çıxsam nəticə etibarilə ilə cavab qalacaq 0. 8 və 9 nömrəli suallar düsturlardır. Özünüz ədədi qiymətlərini yerinə qoyub yazarsınız uşaqlar. Yerinə qoyub yazarsınız. Buradan yeni səhifəyə keçidi. Necə eləyim? Necə eləyim? Bütün lövhəni silim deyirsiniz. Yoxsa bunun öbür səhifəsində var? Hə, keçid var imiş. Proqramdan indi istifadə edirəm bundan. Deməli, sinus
Pi bölü 12. Pi bölü 12 180'i 12'ye bölsəm 15 dərəcə deməkdir. Üstə gəlinsin sinus 15'i də 5'ə vuraram 75 dərəcə deməkdir. Gəlin elə bu sinus 15 dərəcədə kosinus 15 dərəcə deməkdir də. Sinus 15 dərəcənin ədədi qiymətindən də yaza bilərsiniz. Gətirib yerinə qoyub kökdə 6 çıxılsın kökdəki bölünsün 4. Üzərinə gəlinsin digər tərəfdən də kökdə 6 üstə gəlinsin kökdəki bölünsün 4. Kökdəkilər gedəcək məxrəclər eyni olduğuna görə kökdə 6'nın üstünə kökdə 6 2 kökdə 6 bölünsün 4 eləyər. Bu da kökdə 6 bölünsün 2 eləyəcək. Elə belə də saxlaya bilərsiniz, amma sinus alfa üstə gəlinsin sinus betanı tətbiq edib yaza da bilərsiniz. 11 nömrəli suala baxaq. Deyir sinus 28 üstə gəlinsin sinus 32. Sinus alfa üstə gəlinsin betanın açılışı 2 dənə sinus 28'in üstünə 32 gələrəm 60 2'yə bölərəm 30 dərəcə. Vurulsun kosinus 28'dən 32 çıxaram. Mənfi 4, 2'yə bölərəm mənfi 2, kosinus cüt funksiya olduğuna görə mənfini nəzərə almırıq. Sinus 45 dərəcənin ədədi qiyməti kökdəki bölü 2'dir. Yenə bu ifadəyə düsturu tətbiq eləsəm, 2 dənə sinus 43'ün üstünə 47 gələrəm, 90 2'yə bölərəm 45 dərəcə, 43'dən 47 çıxaram. Mənfi 4, 2'yə bölərəm mənfi 2, kosinusda yenə mənfini nəzərə almayacağım. Sinus 30 dərəcənin ədədi qiyməti 2'də 1'dir gənclər. Kökdəki bölü 2, vur 2, bu da kökdəki bölü 2 eləyəcək. Dilim çaşdı. Bunlar gedər, kökdəkini kökdə 2'yə vurub 2, bundan da bu gedəcək. Nəticə etibarı ilə yenə cavab 1 qalacaq. 12 nömrəli suala sinus 4 alfa ilə işim yoxdur. Kosinus alfa minus kosinus beta kimi açsam, mənfi 2 dənə sinus alfa plus beta bölü 2, 5 alfanın üstünə 3 alfa gələrəm. 8 alfa, 2'yə bölərəm 4 alfa. Daha sonra sinus 5 alfadan 3 alfanı çıxaram. 2 alfa 2'yə bölüb alfa yazaram. Bunlar gedəcək 1 bölünsün mənfi 2 dənə sinus alfa qalacaq. Sonra gəlirəm 13 nömrəli sual, özünüz yazarsınız, sadə sualdır. 14. Kosinus 20 dərəcəni yazıram. Kosinus 100 dərəcəni də yazaq. Eyni zamanda kosinus 140 dərəcəni də yazaq. Kosinus alfa üstə gəlinsin kosinus betadan bu ikisini tətbiq eləsəm 2 dənə kosinus 100 üstə gəli 20 bölünsün 2 60 dərəcə eləyəcək. Vurulsun kosinus 20'dən 100 çıxaram mənfi 40, mənfi 80, 2'yə bölərəm mənfi 40, mənfini nəzərə almayacaq. Və kosinus 180 dərəcəni 90 üstə gəlinsin 50 kimi yazaram. Kosinus 90'da sinusa çevirilənəcək. İkinci rübdə mənfidir. Sinus 50 eləyər. Kosinus 60'ın ədədi qiyməti 2'də 1'dir. Bu 2 ilə ixtisar gedər. Kosinus 40 özü qalacaq sinus 50. Çıxılsın sinus 50. Sinus 50'dən də sinus 50'ni çıxsam cavab 0 qalacaq. 15 nömrəli sualda kosinus alfa üstə gəlinsin beta kimi açsam 2 dənə kosinus 47'nin üstünə 73 120 2'yə bölərəm 60 dərəcə. Vurulsun sinus kosinusda, vurulsun kosinus 47'dən 73 çıxaram. Mənfi 26, mənfi 26'nı 2'yə bölə bilərsiniz. Mənfi 13 dərəcə, mənfini nəzərə almayacağam. 90'dan da 77 çıxanda bu kosinus 13 dərəcə deməkdir. Kosinus 13'lər gedər. Kosinus 60 dərəcədə 2'də 1'dir. 2'ni 2'də 1'ə vursam cavab eləyəcək 1. Sonra gəlirəm 17 nömrəli sual, özünüz yazarsınız. Mən sizi ilə yazmaq istəyirəm 18 nömrəli sualı. Kosinus alfa üstə gəlinsin sinus. Ədədi qiymətlərini yerinə qoyun uşaqlar. Kökdə 6 üstə gəlinsin kökdəki bölünsün. Kökdə 6 üstə gəlinsin kökdəki bölünsün 4. Üstə gəl kökdə 6 çıxılsın kökdəki bölünsün 4 bura qoyaram. Burada kökdə 6 üstə gəl kökdəki bölünsün 4 çıxılsın kökdə 6 çıx kökdəki bölünsün 4. Bunlar 4'dür. Yerlərini qoyub ədədi qiymətlərini hesablayarsınız. 18'də 19'da kosinus alfa vurulsun. Kosinus betadan gələcəyəm. Bu səfər bu hasildən cəmə keçmə düsturudur. Kosinus alfa vurulsun kosinus betada 2'də 1 idi. Uşaqlar kosinus x-dan x üstə gəl 3'ü çıxaram. Qoy yazıram. X çıxılsın x üstə gəl 3 qarşıdakı mənfiyə görə minus 3. Digər tərəfdən kosinus x üstə gəlinsin x üstə gəlinsin pi bölünsün 3. X'lar gedəcək. Burada qalacaq 2'də 1. Kosinus mənfi pi bölü 3 yox, müsbət pi bölünsün 3 cüt funksiyadır. Üzərinə gəlinsin kosinus 2x üstə gəlinsin pi bölünsün 3 yazaram. Kosinus pi bölünsün 3 60 dərəcədə 2'də 1 alır. 2'də 1'i 2'də 1'ə vurub 4'də 1 yazaram. Üzərinə gəlinsin 2'də 1 kosinus 2x üstə gəlinsin pi bölü 3 yazaq. Bizə nə deyir? İfadəsinin ən böyük qiymətini tapın. Ən böyük qiymət səhv eləmirəmsə elə 1 qoysam alacağım. Yəni 4'də 1 üstə gəlinsin 2'də 1 vurulsun 1. Bu da 2'yə vurulsa 4'də 3 eləyir deyəsən, hə? Ən böyük qiyməti 4'də 3 eləyər. Ən kiçik qiymət desəydi 4 çıxılsın 2'də 1 vurulsun mənfi 1 yazardım. Sonra gəlirəm 21 nömrəli suala. 21'də baxın.
Mən buradakı sualların özlərini köçürmürəm. Sinus alfa üstə gəlinsin sinus betanın açılışından 21-dən danışıram. 2 dənə sinus alfanın üstünə 3 alfa gələrəm. 4 alfa 2-yə bölüb 2 alfa yazaram. Alfadan 3 alfa çıxaram. Mənfi 2 alfa 2-yə bölüb mənfi alfa yazaram. Kosinusda mənfini nəzərə almayacağam. Yenə 2 dənə kosinus alfa üstə gəl 3 alfa 4 alfanı 2-yə bölüb 2 alfa kosinus alfa eləyər. Uşaqlar 1 üstə gəl kosinus 4 alfaya fikir verin. Kosinus kvadratı alfanın açılışı 1 üstə gəl kosinus 2 alfa bölü 2'dir. Amma mən bunu kosinus kvadratı 2 alfaya tətbiq eləsəm 1 üstə gəl kosinus 4 alfa bölü 2'dir. Yəni 1 üstə gəl kosinus 4 alfanın yerinə 2 dənə kosinus kvadratı 2 alfa yazacağım. O da bərabər eləyəcək. 2'lər gedəcək. Kosinuslar gedəcək. Bu kosinusun biri ilə də bu gedəcək. Surətdə sinus 2 alfa qalacaq. Vurulsun kosinus 2 alfa qalacaq. Burada bir dənə də 2. Bu da düsturdur. Bu 2 də bu 2'dir yəni. Sinus 4 alfanın açılışı olacaq bu da. Sonra gəlirəm növbəti suala. 23 nömrəli suala. Kosinus 40 dərəcəni yazıram. Kosinus 40'ı 1'ə vurub elə kosinus 40 yazaram. Çıxılsın 2 dənə kosinus 40, vurulsun kosinus 80. Hasildən cəmə keçmə düsturundan yazaram digər tərəfi. Baxın bu ikisini. Çıxılsın 2, vurulsun 2'də 1 kosinus 40'dan 80 çıxıb mənfi 40. Cüt funksiya olduğuna görə yazıram müsbət 40. 40'ın üstünə 80 gələrəm. Bu da eləyəcək 120 dərəcə. O da bərabər eləyəcək. Kosinus 40 ilə işim yoxdur. Çıxılsın. 2'lər gedər. Burada kosinus 40 qalacaq. Çıxılsın qarşıdakı mənfiyə görə. 90 üstə gəl 30 yazsam kosinus 90 da sinusa çevirilənəcək. İkinci rübdə mənfidir. Bunlar da gedəcək. Cavab qalacaq mənfi 2'də 1. Mənfi 2'də 1 var cavablarda. Yəni mənfi 0,5. Voy, neyi səhv yazmışam. Qarşıdakı mənfiyə görə kosinusun özündə plusu idi da düsturum. Orada minus idi. Hə, ikinci rübdə mənfidir. Qarşıdakı mənfi ilə müsbət olur. Müsbət olur uşaqlar 0,5. B variantı. İkinci rübdə burada mənfidir. Bunun mənfisi ilə də 2 mənfi müsbət eləyəcək. Ümid edirəm ki, aydındır. Deməli uşaqlar gəlirik. Bax 23 nömrəli sualı yazdım. Mən 24'ü siz yazarsınız. Ona görə 25'i də siz yazarsınız. Elə vur basacağım eyni şeydir. Mən 26 nömrəli sualı yazdım sizin üçün. 26'da nə deyilir? 4 dənə sinus kvadratı 18 üstə gəlinsin. 2 dənə sinus 18 üstə gəlinsin 2,5. Uşaqlar ən yaxşı qiymət gətirib sinus 18 dərəcənin ədədi qiymətini yerinə qoyun. Kökdə 5 çıxılsın 1 bölünsün 4. Düzdürmü? Sinus 18 dərəcə ilə idi də kökdə 5 çıx 1 bəli bölünsün 4. Gətirib ədədi qiymətini yerinə yazın. Mən yazacağam 4 vurulsun. Sinus kvadratı olduğuna görə kökdə 5 çıxılsın 1 bölünsün 4. Burada kvadrat, burada da kvadrat. Üstə gəlinsin 2 dənə. Kökdə 5 minus 1 bölünsün 4. Üstə gəlinsin 2,5. O da bərabər eləyəcək 16'nı 4'ə bölsəm burada 4 qalar. Olacaq 4. Kökdə 5'in kvadratı 5. Birinci və ikinci hasilinin 2 misli. Üstə gəl ikincinin kvadratı. Məxrəclər eyni olduğuna görə üstə gəl 2 kökün altında 5 çıxılsın 2. Üstə gəl 2,5. Bunlar gedəcək. 6'dan 2 çıxaram. 4. 4'ü 4'ə bölərəm. 1 üstə gəl 2,5. Cavab eləyər 3,5. Heç nə 3,5. Sonra gəlirəm növbəti suala. Növbəti sualda nə deyilir? 28 nömrəli sual. Deyir ki 2 bölünsün uşaqlar sinus 1 dərəcə. Burada yazacağım sinus 87. Çıxılsın sinus 59. Üstə gəlinsin sinus 61. Çıxılsın sinus 93. Sinus 93. Düz oldu mu? Hə. İndi mən nə edirəm? Sinus 87 özü yazacağım ki kosinus 3 dərəcə. Digər tərəfdən sinus 93 dərəcəni yazacağım 90 üstə gəlinsin 3. Bu da kosinusu 3 dərəcə eləyəcək. Yəni demək istədiyim bundan bu eyni şeydir, gedəcək bunlar. Hər ikisi. Qalacaq 2 bölünsün sinus 1 dərəcə. Burada birinci sinus 61 dərəcəni yazacağım. Çıxılsın sinus 59 dərəcə ilə də işim yoxdur uşaqlar. O da bərabərdir. 2 bölünsün sinus 10 dərəcə okeydir. Sinus alfa minus beta'nın açılış düsturundan mən yazacağım ki 2 dənə sinus alfa minus beta bölü 2. 61'dən 59 çıxaram. Neçə eləyər? 61'dən 59 çıxanda 2, 2'ni 2'yə bölərəm 1. Eyni zamanda kosinus 61'in üstünə 59 gələrəm. 120 2'yə bölərəm 60 dərəcə. Bundan bu gedəcək. 2'ni 2'yə vuraram 4. Kosinus 60 dərəcə 2'də 1'dir. 4'ü də 2'də 1'ə vursam 2 eləyəcək. 28 nömrəli sual da belə getdi. Çox şükür ki. Gəlirəm 29 nömrəli suala. 29'da nə deyilir?
Kosinus alfa minus betadan mən surəti aça bilərəm. Elə deyilmi? Yazacağım mənfi 2 dənə sinus 10 üstə gəl 30 neçə eləyir? 40, 42-yə bölüb 20 yazaram. Vurulsun sinus 10-dan 30 çıxaram. Mənfi 20, 2-yə bölərəm mənfi 10. Qarşıdakı mənfi ilə müsbət yazaram. Bu getdi. Bölünsün sinus 10 dərəcəni yazacağım ki, tangens 10 dərəcəni sinus 10 bölünsün kosinus 10. Üstə gəlinsin sinus 40 bölünsün kosinus 40 şəklində. O da bərabərdir. Ortaq məxrəc kosinus 10 vurulsun kosinus 40. Surətdə sinus 10 kosinus 40. Üstə gəl sinus 40 kosinus 10. Sinus 40 kosinus 10 maşallah. Aha. O da bərabər eləyəcək gənclər. İxtisar getmir ya, mənə elə gəlir. Okey. 2 dənə sinus 20 vurulsun sinus 10 dərəcə. Bölünsün. Sinus alfa kosinus beta üstə gəl kosinus alfa sinus beta. Sinus onun üstünə 40 gəlsən bu 50 dərəcə eləyəcək. Vurulsun kosinus bu nədirsə? Surətə çıxacaq 10 dərəcə. Vurulsun kosinus da 40. Kosinus 40 ilə sinus 50 ixtisar gedəcək. Eyni qiymətdir. 2 dənə sinus 10 kosinus 10. Bu sinus 2 alfanın açılışıdır. Sinus 10'u 2'ye vursam 20 dərəcə. Yerdə bir dənə qalır. Bu da sinus 20 dərəcə. Sinus 20'ni sinus 20'ye vursam sonu deyəsən qəşəng alındı. Sinus kvadratı 20 dərəcə. Bayaqki işlədiyimiz suallardan bir balaca deyərdim ki, maraqlısı bu sual idi. 30 nömrəli sual. Kosinus 92 dərəcə vurulsun kosinus 2. Üstə gəl 0,5 sinus 4. Üstə gəlinsin 1. Kosinus alfa vurulsun kosinus beta'nın açılışından yazaram ki 2'də 1. Kosinus 92'dən 2 çıxaram 90 dərəcə. Üzərinə gəlinsin 94 olar. Üzərinə gəlinsin 0,5 sinus 4. Üstə gəlinsin 1. Kosinus 90 dərəcə 0'dır. 2'də 1. Bunu 90 üstə gəlinsin 4 kimi yazsam ikinci rübdü mənfidir. Mənfi sinus 4 eləyəcək. Üzərinə gəlinsin bu da sinus 4 bölü 0,5 2'dir. Bunlar ixtisar gedəcək. Nəticədə cavab qalacaq 1. 31'i də yazdım sizin xətrinizə. Kökdəki kosinus alfa üstə gəlinsin kosinus beta'dan yazacağım ki 2 dənə kosinus 57 üstə gəl 33 bölü 2 45 eləyər. 57'dən 33 çıxıb uşaqlar mənim üçün bölə bilərsiniz 2'yə. 24'ü 2'yə bölsəm 12 dərəcə eləyəcək. Məxrəcdə amma sinus alfa vurulsun sinus beta'dır. O 2'də 1 idi. Yazacağım kosinus alfa minus beta. 39'dan 51 çıxmaq lazımdır. Mənfi 12. O da müsbət 12 eləyəcək düstura görə. Kosinus 39'un üstünə 51 gəlsəm 90 dərəcə eləyəcək. O da bərabər eləyəcək. Bərabər eləyəcək. Kosinus 90 dərəcə 0'dır. 2 qalxıb bu 2'yə vurulacaq. Kökdəki vurulsun 4. Kosinus 45 dərəcə kökdəki böl 2'dir. Kosinus 12 bölünsün. Yenə kosinus 12 var burada. Bunlar gedər. Kökdəkini kökdəkiyə vursam 2 ilə gedəcək. Cavab qalacaq 4. Uşaqlar 32'ni yazmıram. Özünüz yazın. Sadə sualda da yerinə qoyub yazmaq lazımdır. Mən yazıram 33. Sinus 0,5 pi 90 dərəcə üstə gəl x-dır. Bu da üstə gəlinsin kosinus pi çıxılsın 3x-dır. Bölünsün burada kosinusun argumentindəki mənfi 2'nin onsuz dönəmi yoxdur. Elə deyil. Cüt funksiya olduğuna görə. O da bərabərdir sinus 90'da kosinusa çevirilənir. İkinci rübdə müsbətdir. Kosinus öz adında qalır pi minus x-da. İkinci rübdə bu da mənfidir. 1 çıxılsın kosinus 2x, çıxılsın 2 kosinus x. O da bərabər eləyəcək. Kosinus alfa minus beta'dan getsəm mənfi 2 dənə sinus. X üstə gəl 3x bölü 2. Yəni 2x, x-dan 3x çıxaram. Mənfi 2x 2'yə bölsəm mənfi x eləyər. Qarşıdakı mənfi ilə müsbət yazaram. 1 çıxılsın kosinus, bax, sinus kvadratı 2x. Sinus kvadratı x 1 minus kosinus 2x bölü 2'dir. Ona göre 1 minus kosinus x buradan 2 dənə sinus kvadratı x'a bərabərdir. Çıx 2 dənə kosinus x'a. İşimiz gücümüz yoxdursa bunu eləyəcəyik. Bunun biri ilə bu gedər. Bundan da bu gedər. Məxrəcdə bir dənə sinus x qalar. Surətdə sinus 2 alfanı açsam 2 dənə sinus x kosinus x olacaq. Çıxılsın 2 dənə kosinus x. Bunlar gedər. 2 kosinus x'dan 2 kosinus x çıxsam. Cavab neçə eləyir gənclər? Cavab 0 eləyir. Deməli uşaqlar, baxıram 34 nömrəli suala. 34'də nə deyilir? Deyilir ki, kökdəki çıxılsın, mənfili mötərizə xaricinə alsam, sinus alfa üstə gəlinsin, kosinus alfa eləyəcək. Bölünsün sinus alfa minus kosinus alfa. O da bərabərdə əlavə bucaq təyin etməklə yazırdıq. 1, 1.
1'in kvadratı üstə gəl 1'in kvadratını. Mən kökdəkini mötərizə xaricinə çıxardırdım. Burada qalırdı 1 bölünsün kökün altındakı sinus alfa. Üstə gəl 1 bölünsün kökdəki kosinus alfa. Bölünsün. Məxrəcdə də 1, 1. 1'in kvadratı üstə gəl 1'in kvadratını çıxarsam 1 bölü kökdəki sinus alfa çıxılsın 1 bölünsün kökdəki kosinus alfa qalırdı. O da bərabərdir. Mən kökdəkini mötərizə xaricinə çıxartsam uşaqlar hamısı ixtisar gedəcək. Yerdə qalacaq 1 çıxılsın. Bax, surətdə sinus alfa var. Bu 1 bölünsün kökdəkini sinus 45 dərəcə yazıram. Bunda kosinus 45 dərəcə yazıram. Və yaxud da ki, bu ifadəni yazacağım kosinus 45 dərəcə. Bunda yazaq nə? Sinus 45 dərəcə. Fikir versək sinus alfa, sinus beta, kosinus alfa, kosinus beta. Yəni bu ifadə kosinus alfa çıxılsın 45 dərəcənin açılışıdır. Bölünsün məxrəcdəki ifadə isə sinus alfa minus 45 dərəcənin açılışıdır. Bu da nəyin açılışıdır uşaqlar? Tangens alfa bölünsün 2'nin deyil. Tangens alfa bölünsün 2'nin açılışı necə idi? 1 çıxılsın kosinus alfa bölünsün sinus alfa değildi. Mən də eyni şeyi buna tətbiq edəcəyəm. Gətirib yazacağım ki, tangens alfa minus 45 dərəcə bölünsün 2. O da tangens alfa bölü 2, hə? Elə yazıb. Alfa bölü 2 minus 45 dərəcə bölünsün 2'ni də nə yazacağım? Pi bölünsün 8 şəklində. Belə bir cavab olmalıdır. O da D variantı eləyir. Gəlirəm 35 nömrəli suala. 35'də nə deyilir? 2 dənə sinus 10 vurulsun sinus 40 dərəcə. Üzərinə gəlinsin kosinus 50 dərəcə. O da bərabər eləyəcək 2 dənə. 2'də 1 sinus alfa vurulsun sinus beta'nın açılışı. Kosinus 10'dan 40 çıxaram 30 dərəcə. Çıxılsın 10'un üstünə 40 gələrəm 50 dərəcə. Üzərinə gəlinsin kosinus 50 dərəcə. Oy, mötərizə belə olacaqdı. Burada mötərizə yoxdur. 2'də 1'lər gedəcək. 2'də 1'lər getdikdən sonra kosinus 50'lər gedər. Yerdə kosinus 30 dərəcənin ədədi qiyməti qalacaq. O da kökün altında 3 bölünsün 2 eləyəcək. Digər tərəfdən uşaqlar 35, 37'ni yazım. Kosinus 130 dərəcə ilə işim yoxdur. Sinus 80 çıxılsın. Sinus 20 ilə yazım mən bunu. O da bərabərdir. Bu ikisinə bir baxsaq inşallah ki alınır. Sinus alfa minus betadan. Yazaram 2 dənə sinus. 80'dən 20 çıxaram 62'yə bölərəm 30 dərəcə. Kosinus 80'in üstünə 20 gələrəm 100. 2'yə bölərəm 50 dərəcə. Sinus 30 dərəcə 2'də 1 ilə bu 2 gedər. Bu 90 üstə gəlinsin 40 dərəcə deməkdir. Sinus 90'da, kosinus 90'da sinusa çevrilənir. İkinci rübdə mənfidir. Bu da sinus 40 deməkdir uşaqlar. Mənfi sinus 40 üstə gəlinsin. Müsbət sinus 40 cavab eləyəcək 0. Gəlim növbəti suala. Növbəti sual hansı yazacağım sizin üçün? 39 nömrəli sualı. 39 nömrəli sualın sadə bir qaydası var. Sadə qaydası nədir? Təbii ki bu tipdə bütün ifadələrdə ortadakı həddə bərabər olur. Sinus 3 alfa bölünsün kosinus 3 alfa. Yəni tangens 3 alfaya bərabərdir. O da tangens 3 vurulsun pi bölünsün 9. O da tangens pi bölünsün 3'ə bərabər olacaq. 60 dərəcə ədədi qiyməti kökdə 3. Amma həlli yolları necədir? Həlli yolu uşaqlar bu birinci ilə üçüncünü bir qruplaşdırıram. Yəni mən yazacağım sinus 2 alfa üstə gəlinsin sinus 4 alfa. Çıxılsın sinus 3 alfa. Bölünsün məxrəci də eyni yazsam. Kosinus 2 alfa üstə gəlinsin kosinus 4 alfa. Çıxılsın kosinus 3 alfa. Bax bu ikisinə bir baxaram. Bu ikisinə bir. Sinus alfa üstə gəlinsin sinus betadan mən açsam misalı. 2 dənə sinus 2 alfanın üstünə 4 alfa gəlib 2'yə bölsəm 3 alfa. 2 alfadan 4 alfa çıxaram. Mənfi 2 alfa 2'yə bölərəm mənfi alfa. Mənfini yazmayacağım kosinusda. Yenə 2 dənə kosinus 3 alfa vurulsun kosinus alfa. Çıxılsın kosinus 3 alfa. O da bərabərdir. Surətdən sinus 3 alfanı mötərizə xaricinə çıxardaram. Yerdə qalacaq 2 dənə kosinus alfa çıxılsın 1. Məxrəcdən kosinus 3 alfanı mötərizə xaricinə çıxardaram. 2 dənə kosinus alfa minus 1 qalar. Bunlar gedər. Ona görə sinus 3 alfa bölünsün kosinus 3 alfa qalacaq. Tangens 3 alfa. Dediyim kimi tangens 3 vurulsun pi bölü 9 qalar. O da tangens pi bölünsün 3 deməkdir. Ədədi qiyməti kökdə 3'dür. Bax bu 39 nömrəli sual da 40 nömrəli sual da eynidir. Daha ucu 40'ı da demirəm. Bu da sinus 4 alfa bölünsün kosinus 4 alfa. Yəni tangens 4 alfaya bərabər olacaq cavab. 41 nömrəli sual yazım. 1 bölünsün 2 dənə sinus 10 dərəcə. Çıxılsın 2 dənə sinus 70 dərəcə. Bunun məxrəcinə 1 kimi baxaram. 2 dənə sinus 10'dan 1'ə bölünən ədəd 2 dənə sinus 10. 1'i 1'ə vuraram 1. 2'ni 2'yə vuraram 4 dənə. Sinus 10 vurulsun sinus 70 dərəcə yazaram. O da yenə hasildən cəmə keçmə düsturudur. 2'də 1 sinus. Başlayın. 2'də 1 kosinus. Alfa minus kosinus. Alfa minus beta. Ondan 70 çıxaram mənfi 60.
Mənfini nəzərə almırıq. Onun üstünə 70 gəlib 80 yazarıq. Bölünsün isə 2 dənə sinus 10 yazaram gənclər. O da bərabər eləyəcək. 4-ü 2-də 1-ə vursam 2 eləyər. 2-ni də bu 2-də 1-ə vursam bunlar gedər. Yəni 1 çıxılsın, qarşıdakı mənfiyə görə üstə gəlinsin, kosinus 80 qalacaq. Burada da bir dənə 1 qaldı. 1 çıxılsın 1. Bölünsün 2 dənə, burada da kosinus 80 qalacaq. Bunlar gedəcək, kosinus 80'lər də gedəcək. Nəticədə cavabımız qalacaq 2-də 1. Gəlirəm 43 nömrəli suala. 42-ni özünüz yazarsınız. 43-dən fikir verirsiniz. Əmsal var. 2 dənə kosinus 40, çıx kosinus 20 dərəcə, bölünsün sinus 20 dərəcə. Əmsal olduğuna görə mən kosinus 40-ı belə yazıram. Kosinus 40 üstə gəlinsin kosinus 40, çıx kosinus 20 dərəcə, bölünsün sinus 20 dərəcə. O da bərabərdir. Bu ikisinə bir qruplaşdıracağam. Bu kosinus 40-la işim yoxdur. Üstə gəl kosinus alfa minus betadan. Mənfi 2 dənə sinus alfa üstə gəlinsin beta bölü 2. Nə yaxşı silinir bu belə. Mənfi 2 dənə sinus 40'ın üstünə 20 gələrəm 60, 2'yə bölərəm 30 dərəcə. Vurulsun sinus 40'dan 20'ni çıxaram 20, 2'yə bölərəm sinus 10 dərəcə. Bölünsün sinus 20 dərəcə ilə işimiz yoxdur. Uşaqlar sinus 30 dərəcə ilə bu gedəcək 2'də 1. Kosinus 40 dərəcə özü 90'dan 40 çıxıb sinus 50 yazaram. Yəni demək istədiyim surətdə sinus 50 çıxılsın, sinus 10 qalıb. Bölünsün sinus 20. O da bərabərdir. Sinus alfa minus betadan 2 dənə sinus 50'dən 10 çıxıb 2'yə bölərəm sinus 20. 50'nin üstünə 10 gəlib 2'yə bölərəm kosinus 30 böl sinus 20 dərəcə. Bunlar gedər. 2 vurulsun kosinus 30'un ədədi qiyməti kökdə 3 böl 2'dir. Bunlar da gedəcək. Cavab qalacaq kökdə 3. D variantı. 44'ü yazaq mı? Yazaq. 44 nömrəli sualdan kosinus kvadratı 3 dərəcəni aşağı salmadan 1 üstə gəl kosinus 6 böl 2'dir. Kosinus kvadratı 1, 1 üstə gəl kosinus 2 böl 2'dir. Kosinus alfa vurulsun kosinus beta'nın açılışı 2'də 1 kosinus 4 üstə gəl 2, 6. 4'dən 2 çıxıb 2 yazaram. Uşaqlar, uşaq deyilik hamımız. Gəlin birbaşa yazım. Kosinus 6 böl 2 ilə kosinus 6 böl 2 gedər. Kosinus 2 böl 2 ilə kosinus 2 böl 2 gedər. Burada yalnız bir dənə 2'də 1 qalacaq. Burada da yalnız bir dənə 2'də 1 qalacaq. 2'də 1'in üzərinə 2'də 1 gəlib 1 yazacağım. Cavab D variantı. 46 nömrəli suala baxaq. 46'da deyilir ki 46'da deyilir ki kosinus 20 dərəcəni yaz deyir. Bu dərəcəni aşağı salmadan yazaram ki 1 üstə gəlinsin kosinus 80 böl 2. Çıxılsın 1 çıxılsın kosinus 40 böl 2. Qarşıdakı mənfiyə görə ortaq məxrəc 2. 1 üstə gəl kosinus 80 çıx 1 çıx yazmalıyam. Qarşıdakı mənfiyə görə plus yazıram. Bundan işim yoxdur. Alt-alta kəsirlərdə 2 çıxıb kosinus 20 dərəcəyə vurulacaq. Birlər gedər. Məxrəcdə qalacaq kosinus 80 üstə gəlinsin kosinus 40. Bu da kosinus alfa üstə gəlinsin betadır. 40 üstə gəl 80 böl 2. Kosinus 20 dərəcə. Yenə 2 dənə kosinus 20 dərəcə. Bunlar gedər, 2'lər gedər. Nəticədə 1 bölünsün 2'də 1 qalar. Bu da cavab 2 eləyəcək. 47 nömrəli sual. 47 nömrəli sual. Nədir 47'də? 47'də deyilir ki 4 dənə uşaqlar sinus 25 dərəcə. Mən sinus 65'in üstündən xətt çəkib kosinus 25 dərəcə yazaram. Bölünsün kosinus 40, çıxılsın 1. Digər tərəfdən kökdəki üstə gəlinsin 1 yazaram. Nə yazacaqdım? Bu 4'ü də yazaram 2 vurulsun 2 şəklində. Bunun bu hissəsi sinus 2 alfanın açılışıdır uşaqlar. Sinus 25'i 2'yə vurub 50 dərəcə yazaram. 90'dan 40'ı çıxıb buna da sinus 50 yazaram. Çıxılsın 1. Burada da kökdəki üstə gəlinsin 1 yazım. Sinus 50'lər gedər. Kökdəkini kökdəkiyə vuraram 2. 1'i 1'ə vuraram 1. 2 minus 1. 1 eləyər cavab. Gələk qəşəng bir suala. 48 nömrəli suala. 8 dənə kosinus pi bölünsün 4 üstə gəlinsin 2 alfa. Kosinus pi bölünsün 4 çıxılsın 2 alfa. O da bərabərdir. Bucaqları toplayanda görürsünüz ki 90 dərəcə eləyir. Yəni pi bölünsün 4. Harada yazım? Baxın. Pi bölünsün 4 üstə gəlinsin 2 alfanın üzərinə. Pi böl 4 çıx 2 alfa gəlsən 2 alfalar gedər. Pi böl 2 qalar. 90 dərəcə eləyir. Və yaxud mən sizə belə bir şey yazsam. Kosinus 20 vurulsun kosinus 70 yazsam. Sən bu kosinus 70'in üstündən xətt çəkib sinus 20 yaza bilərsən də elə deyil. Ona görə mən bunun üstündən xətt çəkib sinus pi bölünsün 4 üstə gəl 2 alfa yaza bilərəm. 8'i yazaram 4 vurulsun 2 şəklində. Kosinus pi böl 4 üstə gəl 2 alfa. Digər tərəfdən sinus pi bölünsün 4 üstə gəl 2 alfa. Bunun bu hissəsi sinus 2 alfanın açılışıdır. 4 vurulsun sinus pi böl 4'ü 2'yə vursam pi böl 2, 2 alfanı 2'yə vurub 4 alfa yazaram. Sinus pi böl 2'də kosinusa çevrilənir. İkinci rübdə müsbətdir. Cavab 4 kosinus 4 alfa eləyəcək.
Qəşəng sualdır. Qəşəng sualdır, çox qəşəng sualdır. Gələk növbəti suala. Növbəti sual 50 nömrəli sual olsun. 50 nömrəli sualı necə analiz eləyərəm? Uşaqlar 50. Sinus alfa üstə gəlinsin beta da var bizdə, digərləri də var. Mən bunu belə analiz eləyim. 2 qat arqument düsturundan gedə bilərəm uşaqlar. Yazaram ki 50. Sinus alfa üstə gəlinsin sinus beta. Bax, belə bir şey demişdik biz sizə. Gəlin bunu köçürüm. 2 dənə sinus alfa üstə gəlinsin beta. Belə bir şey demişdim mən sizə. Sinus 2 alfanın belə bir düsturu var idi ki, müəllimə. 2 dənə sinus alfa kosinus alfadır. Kosinus alfa. Yəni demək istədiyim arqument 2 alfa yarıya bölünəcək burada. Məsələn, sinus alfanın da belə bir düsturunu yazırdım mən sizin üçün. 2 dənə sinus alfa bölü 2, kosinus alfa bölü 2. İndi mən sizə demək istəyirəm ki, eyni düsturun sinus alfa plus betaya uyğunlaşmasını yaza bilərəm. Yəni demək istəyirəm ki, sinus alfa üstə gəlinsin beta bölünsün 2 vurulsun, kosinus alfa üstə gəlinsin beta vurulsun 2. Qarşısında da bir dənə 2 yazanda bu ifadə sinus 2 alfanın açılışıdır. Sinus alfa plus beta'nın açılışıdır. Fikir verin, alfa plus beta bölü 2'ni 2'ye vuraram. Gətirib burada o misalın yerində yazaram, bax, bunun bu hissəsini. Əvvəlcə sinus alfa üstə gəlinsin betadan yazaram, bunun bu hissəsini açıram, buradan yazaram. Yazacağım 2 dənə sinus alfa üstə gəlinsin beta bölü 2, vurulsun kosinus alfa minus beta bölü 2. O da bərabərdir. Bu misalın sağ tərəfinə mən yazacağım 2 dənə sinus alfa üstə gəl beta bölü 2, vurulsun kosinus alfa üstə gəlinsin beta bölü 2. Fikir verin, bunu gətirib buradan yerinə yazdım. Şagird deyir ki, müəllimə sinus alfa üstə gəlinsin betalar gedəcək ixtisar. Bunun tərəfində 2 var, yoxsa yox da, hə, var. Bu 2'lər də ixtisar gedəcək. Yerdə qalacaq kosinus alfa minus beta bölünsün 2 bərabərdir. Kosinus alfa üstə gəlinsin beta bölünsün 2. Mən yenə bunu ayrı-ayrılıqda yazaram. Yazaram kosinus alfa bölü 2 çıxılsın beta bölü 2. Digər tərəfdən yazacağım ki, kosinus alfa bölü 2 üstə gəlinsin beta bölü 2. Uşaqlar, yenə kosinus alfa betadan açsam bunu. Yazacağım kosinus alfa bölü 2 vurulsun kosinus beta bölü 2. Üzərinə gəlinsin sinus alfa bölü 2 sinus beta bölü 2. Bərabərdir sağ tərəf, digər tərəf. Kosinus alfa üstə gəlinsin beta. Kosinus alfa bölü 2 vurulsun kosinus beta bölü 2 minus sinus alfa bölü 2 sinus beta bölünsün 2. Belə bir şey qalacaq. Elə deyilmi? İndi uşaqlar nə edirəm? Keçirdirəm bunu bu tərəfə. Kosinus alfa bölünsün 2 ilə kosinus beta bölünsün 2'lər səhv eləmirəmsə gedir. Getməməlidir deyəsən. Bəli, getməməlidir uşaqlar. Hardasa əmsal səhv eləmişəm. Hardasa əmsal səhv eləmişəm. Misalın özündə nəyisə itirmişəm. Bunun özündə burada 2 var, onu yazmamışam. Bəli, tapdım. Bax, özündəki 2'ni mən burada yazmamışam. Özündəki 2'ni burada yazmadığım üçün bütün bu 2'lerim gedibmiş. Düzdürmü? Ona görə bu 2'ni bir də burada yazacağım. Yaxşı, hə, ona görə bu 2'ni burada yazdım. Bir dənə kosinus alfa bölü 2 kosinus beta bölü 2'dən 2 dənəsini çıxsam mənfi kosinus alfa bölü 2 kosinus beta bölü 2 eləyər. Mənfi 2 dənə sinus alfa bölü 2 çıxılsın bu. Bu da mənfi 3 dənə sinus alfa bölü 2 kosinus sinus beta bölü 2 eləyər. 2 mənfi də müsbət eləyəcək. Bizdən tangens alfa bölü 2'dən danışdığına görə mən hər tərəfi kosinus alfa bölü 2 kosinus beta bölü 2'yə bölürəm. Kosinus alfa bölü 2 kosinus beta bölü 2'yə bölürəm. Bunlar eləyəcək tangens alfa bölü 2 tangens beta bölü 2 karşıda 3 var, bərabərdir 1. Buradan da tangens alfa bölü 2 tangens beta bölü 2 3'də 1'dir. Sualın gözəlliyinə baxa bildiniz yəqin ki 3'də 1. Cavab edəcək 3'də 1. Qəşəng sualdırmı? Bəli. Qəşəng sualdır. Gəlirəm növbəti suala. Növbəti sual 52 nömrəli sual. 52 nömrəli sualda nə deyilir? Heç nə, 52 nömrəli sual bu sualdan sonra uşaq oyuncağı olur, düzdürmü? Kosinus alfa minus beta'nın açılış düsturu mənfi 2 dənə sinus 59'dan 1 çıxaram 58
2'yə bölərəm 29 eləyir. Bir də 59'un üzərinə 1 gələrəm. 60 2'yə bölərəm 30 dərəcə eləyər. Sinus alfa minus bettanın açılışı 2 dənə sinus. 59'un üstünə 1 gəlib 2'yə bölərəm 30 dərəcə. 59'dan 1 çıxıb 2'yə bölərəm 28 dərəcə eləyəcək. Kosinus 28 bu da 28 29 dərəcə eləyəcək. Kosinus alfa minus beta. Kosinus alfa minus beta. Mənfi 2 dənə sinus alfa plus beta bölü 2 30 dərəcə. 59'dan 1 çıxaram 58. 58 2'yə bölünə neçə eləyir? 27 deyirəm 29, hə? 29 eləyir də. Bu da 59'dan 1 çıxıb bölərəm 2'yə. Sinus 29 dərəcə. Düz yazdım. Məxrəcdə sinus alfa minus bettanın açılışı. 2 dənə sinus alfa minus beta bölü 2. Bu sinus 29 dərəcə eləyəcək. Burada səhv yazmışam. Kosinus 30 dərəcə eləyəcək bu. Kosinus 30 dərəcə. Bunlar gedib, bu da gedib uşaqlar. Mənfi bunlar getdi, bu da getdi. Sinus 30 dərəcənin ədədi qiyməti 2'də 1'dir. Bu da kökdə 3 bölü 2'dir. Bunlar gedər, mənfi 1 bölünsün, kökdə 3 qalıb. Beynim yoruldu yəqin. Sonra 54 nömrəli suala gəlirəm. Kosinus 10, sinus 20, sinus 70, çıx 4'də 1, kosinus 40, üstə gəl 2'də 1. Kosinus 10 ilə işim yoxdur. Sinus alfa vurulsun sinus betadan yazıram. 2'də 1. Kosinus alfa minus beta 20'dən 70 çıxıb 50 dərəcə yazaram. Üzərinə gəlinsin kosinus 20'nin üstünə 70 90 dərəcə yazaram. 4'də 1 kosinus 40 üstə gəlinsin 2'də 1 eləyər. Kosinus 90 dərəcə 0'dır. 2'də 1 kosinus 40 vurulsun kosinus 50 yazıram. Çıx 4'də 1 kosinus 40 üstə gəlinsin 2'də 1 yazıram. O da bərabərdir 2'də 1. Yenə düsturun özündə 2'də 1'dir kosinus alfa vurulsun kosinus beta. 90 eləyəcək. Üstə gəlinsin kosinus 10 eləyəcək. Çıxılsın 4'də 1. Kosinus 40 üstə gəlinsin 2'də 1 yazaram. Bu 0 eləyər. 2'də 1 2'də 1'ə vursam 4'də 1 kosinus neçədir bu? Neçəsən sən? Kosinus 10'dur hə bu? Bu da kosinus 40'dır. Allahım ya Rəbbim. 20'nin üstünə 70 gəlsəm 90, 20'dən 70 çıxsam 50 eləyəcək. Bu elədi kosinus 50. Vurulsun kosinus 10. Bu kosinus 10'da axı. Bura mən 40 niyə yazmışam? Kosinus 10. Sonra kosinus alfa vurulsun kosinus beta. Onun üstünə 50 gəlsəm eləyəcək 60 dərəcə. Ondan 60 çıxsam bu da eləyəcək 40 dərəcə. 2'də 1 2'də 1 bu da 2'də 1. 2'də 1 2'də 1'ə vursam bir-birlərinə vursam eləyəcək 8'də 1 üstə gəlinsin 4'də 1 kosinus 40. Çıxılsın 4'də 1 kosinus 40. Üstə gəl 2'də 1. Kosinus 40'lara gedəcək. Cavab 8'də 1 üstə gəl 2'də 1 qalacaq. Bunu da 4'ə vursam cavab eləyəcək 8'də 5. Nasıl sual idi? A variantı. Cavab elədi 8'də 5. Gəlirəm 56 nömrəli suala. 56'da uşaqlar. Bu sinus alfa üstə gəlinsin bettanın açılışı olar. 5x'in üstünə 3x gəlsəm sinus 8x. Məxrəcdəki də sinus alfa üstə gəlinsin bettadan yazsam 2 dənə sinus 16x 2'yə bölərəm 8x vurulsun kosinus 10'dan 6 çıxaram 4 2'yə bölərəm 2x. Kosinus alfa minus kosinus bettanın açılışı mənfi 2 dənə sinus 8'i 2'yə bölərəm 4x vurulsun sinus mənfi 4 mənfi 2 2'dən 6 çıxaram. Mənfi 4 2'yə bölərəm mənfi 2x. Qarşıdakı mənfiyə görə müsbət. Məxrəcdəki də sinus alfa minus bettanın açılışıdır. 5x-dan 3x-i çıxaram 2x eləyəcək. Eləyəcək mi? Bəli, eləyəcək. Bunlar gedər. Bu da gedəcək. Sinus 4x açacağım. 2 dənə sinus 2x. Kosinus 2x uşaqlar. Bölünsün kosinus 2x. Bunlar gedər. 2 sinus 2x qalar. Sonra bu ifadə dedik ki sinus 6 bölünsün kosinus 6. Tangens 6x'e bərabərdir. Amma tangens 3 verildiyinə görə bunu 2 vurulsun 3x kimi yazsam. 2 tangens 3x bölünsün 1 çıxılsın tangens kvadratı 3x ilə yazaram. 2p bölünsün 1 minus p'nin kvadratı. Və variant B variantı. 59 nömrəli suala gəlim. 59'dan yenə əmsal olduğuna görə uşaqlar 3 dənə sinus alfa minus sinus 3 alfa. Mən 3 dənə sinus alfanı belə parçalayıram. 2 dənə sinus alfa üstə gəlinsin sinus alfa. Çıxılsın sinus 3 alfa. Bölünsün 4 dənə sinus alfa. Bu 1 minus kosinus 2 alfanın yerinə də bunu yazıram. Sinus kvadratı alfa bərabərdir 1 minus kosinus 2 alfa bölü 2 deyil. Yəni bunun yerinə 2 dənə sinus kvadratı alfa yazıram. O da bərabərdir.
Sinüs alfa minus betadan birincisi açılışı yazsam bunların ikisindən. Yazaram 2 dənə sinüs alfa ilə işim yoxdur. Sinüs alfa minus betanın açılışı yazacağım 2 dənə. Sinus alfadan 3 alfa çıxaram. Mənfi 2 alfa 2'ye bölərəm mənfi alfa. Qarşıdakı ilə mənfi oldu. Mənfi oldu. Vurulsun kosinus alfanın üstünə 3 alfa gələrəm 4 alfa 2'ye bölüb 2 alfa yazaram. Bölünsün 4 dənə sinus alfa 2 dənə sinus kvadrata alfa. 2 dənə sinus alfanın mötərizə xaricinə çıxartsam 1 minus kosinus 2 alfa qalar. Bölünsün 4 dənə sinus alfa vurulsun 2 dənə sinus kvadrata alfa. Bundan bu gələcək. Bundan da burada bir dənə 2 qalacaq. 1 minus kosinus kvadrat 1 minus kosinus 2 alfa yenə 2 sinus kvadrat alfa deməkdir. Bölünsün 2 vurulsun yenə 2 sinus kvadrat alfa. Bunlar gələcək. Cavab qalacaq 2'də 1. Ümid eləyirəm hesablama səhvi eləməmişəm. 61. Kosinus 3 alfa bölü 2 kosinus alfa bölü 2 bərabərdir 2'də 1. Kosinus alfa üstə gəlinsin betadan yazsam 2 dənə kosinus 3 alfanın üstünə alfa gələrəm 4 alfa 2'ye bölərəm 2 alfa. Üzərinə gəlinsin 3 alfadan alfa çıxaram 2 alfa 2'ye bölərəm alfa. Bərabərdir 2'də 1. 2'də 1'lər gedər. Qalar kosinus 2 alfa üstə gəlinsin kosinus alfa bərabərdir 1. Bunu açsam 2 kosinus kvadrat alfa çıxılsın 1. Üstə gəl kosinus alfa bərabərdir 1'ə. 2 kosinus kvadrat alfa üstə gəl kosinus alfa 1 üstə gəl 1 2 eləyəcək cavab. Sən də gətirib bunun yerinə 2 yazarsan 2'dən 1 çıxaran 1 eləyər. Qarşıdakı bu 2'ni də 1'ə vursam nəticə etibarilə cavabımız 2 eləyər. 63 nömrəli sual. Sinus alfa üstə gəlinsin. Sinus betanın açılışı 2 dənə sinus 90 üst bölü 2 45 dərəcə. Vurulsun kosinus 65'dən 25 çıxaram. Neçə eləyər? 42'ye bölərəm 20 dərəcə. 2 kökün altındakı sinus alfa vurulsun sinus betanın açılışı 2'də 1 kosinus 35'dən 55 çıxaram 20 dərəcə. Çıxılsın 35'in üstünə 50 90 dərəcə. O da bərabərdir bu ixtisar gedər. Bundan da bu gedəcək. Məxrəcdə kökdəki kosinus 20 qalacaq. Surətdə 2 vurulsun kökdəki bölü 2 yenə kosinus 20 var. Bunlar gedər. Kökdəkilər də gedər. 2 ilə 2 gedəcək. 1 qalacaq. 64'ü siz yazacaqsınız. Mən 65'i yazdım sizin üçün. Kosinus kvadratı dərəcəni aşağı salmadan bundan yazdım əslində bayaq. 1 üstə gəlinsin kosinus 74 bölü 2 yazaram. Çıxılsın 1 çıxılsın kosinus 46 bölü 2 yazaram. Bölünsün kosinus 14 dərəcə. Ortaq məxrəc 2 yazsam 1'lər gedər. Surətdə kosinus 74 üstə gəl kosinus 46 qalar. Bölünsün kosinus 14 dərəcə. Kosinus alfa üstə gəlinsin kosinus beta 2 dənə kosinus 74'ün üstünə 46 122'ye bölərəm 60. Kosinus 74'dən 46 çıxsam 28 eləyir. 2'ye bölsəm 14 dərəcə. Bölünsün 2 dənə kosinus 14 dərəcə. Bunlar gedər, 2'lər gedər. Kosinus 60'ın ədədə qiyməti 2'də 1 qalacaq. Gəlirəm hansı suala? 66 nömrəli suala. 66. 66'da nə deyilir? Deyilir ki, sinus alfa üstə gəlinsin. Kosinus alfanı sənə mənfi kökdəki vermişəm. Bu ifadəni açaq. 2 dənə sinus alfa minus betadan yazsam. Sinus alfadan 3 alfanı çıxaram. Mənfi 2 alfa 2'ye bölərəm. Mənfi alfa. Kosinus alfanın üstünə 3 alfa gələrəm. 4 alfa 2'ye bölüb 2 alfa yazaram. Kosinus alfa minus kosinus betadan mənfi 2 dənə sinus alfanın üstünə 3 alfa gəlib 2'ye bölərəm. Alfadan 3 alfa çıxaram. Mənfi 2 alfa. Bölərəm 2'ye. Bu da mənfi alfa eləyər. Qarşıdakı ilə bu gedər. 2'lər gedər. Sinus alfalar gedər. Kosinus 2 alfa bölünsün sinus 2 alfa qalar. Mənfi kotangens 2 alfanı soruşur. Kotangens 2 alfanın ifadəsinin qiymətindən danışır. Biz bu ifadəni kvadrata yüksəldərik. Sinus alfa üstə gəlinsin kosinus alfa mənfi kökdəkidir. Mən bunu kvadrata yüksəltsəm sinus kvadrat alfa üstə gəl birinci və ikinci hasilinin 2 misli. Üstə gəl ikincinin kvadratı. Bərabərlik mənfi kökdəkinin kvadratı 2 eləyər. Bu 1 eləyər. Bu sinus 2 alfa eləyər. Sinus 2 alfa bərabərdir. 2'dən 1'i çıxsam 1 yazaram. Bir dənə düzbucaqlı üçbucaq çəksəm sinus alfa qarşıdakı katetin hipotenuza nisbətidir. Onda 1 bölünür 1 vurulsun. Sinus 2 alfamız 1'dir. Sinus 2 alfamız 1'dirsə kosinus 2 alfamız uşaqlara heç ona ehtiyac yoxdur. 0'dır da. Düzdürmü? Kosinus 2 alfamız 0'dır. Kotangens 2 alfa da kosinus 2 alfa bölünsün sinus 2 alfadır. Yəni 0 eləyəcək. 0 istənilən ədədə bölsəm cavab 0 eləyər. 67 və nömrəli və də 69 nömrəli suallar qaldı. Kosinus alfa üstə gəlinsin betadan bunu açarım.
Yazacağım 2 dənə kosinus. X-lar gedər toplasam 65-in üstünə 55 gələrəm. 122-yə bölərəm 60 dərəcə. Vurulsun kosinus. 65-dən 55 çıxaram. 10 eləyər. X minus mənfi X-da 2X eləyər. 2-yə bölərəm. Mən birbaşa yazmaq istəyirəm. Baxın bunu nə yazdım sizin üçün. 2 dənə kosinus. 65 üstə gəl X üstə gəl 55 çıx X bölünsün 2. Bir dənə də yazdım kosinus. 65 üstə gəl X çıx 55 minus X. Qarşıdakı mənfiyə görə plus X böl 2. Onda bu da eləyəcək. X-in üstünə X gələrəm. 2X 2-yə bölərəm. X yazaram. Onu demək istəyirəm. 65-dən 55 çıxaram. 10 2-yə bölərəm. Bu da 5 eləyər. Üstə gəl kosinus 60. Bu da 2-də 1 eləyər. Bu 2-də 1-dən bu gedər. Qalacaq kosinus X üstə gəl 5. Üstə gəl 2-də 1. Ən böyük qiyməti, ən kiçik qiyməti 1-dən mənfi 1 qoyaram. 1 üstə gəl 2-də 1. 1,5 ən böyükdür. Mənfi 1 üstə gəl 2-də 1. Mənfi 0,5 eləyəcək. Bu da ən kiçik qiymət eləyəcək. Düz oldu mu? Düz oldu. Gələk növbəti suala. Növbəti sual hansı sual? Sonuncu sual. 69. Kosinus alfa verilib. Kosinus 2 alfa verilib. Sinus 4 alfa verilib. Bölünsün. Məxrəcdəki ifadəni uşaqlar biz belə hesablayaq da sizin üçün. Mən birinci ilə sonuncunu eləyim. Sinus alfa üstə gəlinsin sinus betadan. 2 dənə sinus alfa üstə gəl 7 alfa böl 2. 4 alfa. Kosinus alfadan 7 alfa çıxaram. Mənfi 6 alfa 2-yə bölərəm 3 alfa. Üstə gəlinsin. Bu ikisinə 1 baxaram. 2 dənə sinus 3 alfanın üstünə 5 alfa gəlirəm. 8 alfa 2-yə bölərəm 4 alfa. Vurulsun. Kosinus 3 alfadan 5 alfanı çıxaram. Mənfi 2 alfa. 2-yə bölərəm mənfi alfa. O da bərabər eləyəcək. Mən buradan sinus 4 alfanı mötərizə xaricinə çıxaram. 2 dənə sinus 4 alfanı. Qalır kosinus 3 alfa üstə gəlinsin kosinus alfa. Buradan da yazaram kosinus alfa. Kosinus 2 alfa. Sinus 4 alfa. Bundan da bu gedəcək. İxtisar uşaqlar. O da bərabər eləyəcək. Bunda kosinus alfa üstə gəlinsin beta kimi açsam 2 dənə kosinus 3 alfa üstə gəl alfa böl 2. 3 alfadan alfa çıxıb 2-yə bölsəm bu eləyər. Yəni demək istədiyim bu da gedəcək, bu da gedəcək. 2-ni 2-yə vuracağım. Nəticədə cavab qalacaq 4-də 1. 69 nömrəli sualda. Bura qədər növbəti dərslərdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın.